Ev heyvanlarının faydaları. Ev heyvanları insanların həyatında mühüm yer tutur. İnsanlar bəsləyib saxladıkları heyvanlardan müxtəlif şəkildə faydalanır. Ev heyvanları insanlara həm qida, həm də gündəlik həyatda istifadə olunan bir çox məhsullar verir. Məsələn, inək, keçi və qoyunun həm südündən, həm də ətindən istifadə edilir. At, uzunqulaq və dəvənin isə gücündən istifadə olunur. Bu heyvanlar həm yük daşımaqda, həm də insanların bir yerdən başqa yerə getməsində kömək edir. Uzunqulağın belinə minməzdən öncə palan qoymaq lazımdır. Palan həm onun belini qorumaq, həm də insanın rahat oturması üçün qoyulur. Atın belinə isə yəhər qoyulur. Yəhər at sürərkən insanın daha rahat və təhlükəsiz oturmasını təmin edir. Bundan başqa atın ayaqlarına nal da vurulur. Nal atın ayaqlarını zədələnməkdən qoruyur, həmçinin onun daha rahat və sürüşmədən hərəkət etməsinə kömək edir. İnək və donuzun dərisindən ayaqqabı, çanta, kəmər və digər dəri məhsullarının hazırlanmasında istifadə olunur. Qoyunun yunundan yun ip əldə edilir. Daha sonra müxtəlif rənglərə boyanan iplərdən fərqli toxuculuq məhsulları hazırlanır. Süddən həm sadə halda istifadə edilir, həm də qatıq, yağ, şor, pendir, kəsmik, xama, yoğurt və qaymaq kimi süd məhsulları hazırlanır. Süd məhsullarının tərkibində insan üçün faydalı olan kalsium maddəsi var. Kalsium sümüklərimizi möhkəmləndirir və bizi gücləndirir. Buna görə də uşaqlar hər gün süd içməli və süd məhsullarından istifadə etməlidir. Ətdən həm müxtəlif yeməklərin bişirilməsində istifadə edilir, həm də sucuq, sosiska, kalbasa, vetçina, qaxac və digər ət məhsulları hazırlanır. Heyvanlar insan həyatının ən vacib hissələrindən biridir. Məhz buna görə də onlara sevgi və qayğı ilə yanaşmaq lazımdır. Videolardan vaxtında xəbərdar olmaq üçün kanala abunə olub bildirişləri aça bilərsiniz. Fikrinizi şərhlərdə qeyd etməyi unutmayın. Öncədən hər birinizə təşəkkürlər.